Yeni il tur paketləri artıq satışa çıxarılıb. 2026-cı ilin gəlişini xarici ölkələrdə qarşılamağa hazırlaşanlar isə indidən seçimlərini edirlər. Mən Parisdə səyahət eləmək istərdim. Yeni ildə ora çox gözəl olur. Xəyalımda olan ölkə Finlandiya olar. Sadəcə olaraq günün reallıqları ilə, yəni bu daha çox yaxın ölkələrdən Gürcüstan ola bilər və yaxud da Rusiyadan özündə də istirahət etmək olar. Sözsüz ki, seçimlər ilk növbədə qiymətlərə görə edilir. Xarici ölkələrə təklif olunan tur paketlərin qiymətlərində isə əvvəlki illərlə müqayisədə artım müşahidə edilir. Öncəki illərdə ən çox bizim Azərbaycan turistləri üst tuturdu bizim yaxın ölkələrə. Büdcəsi biraz daha çox olan turistlər çalışırlar ki, digər ölkələrə üst tutsunlar. Bunlardan Dubayı göstərmək olar, Misiri göstərmək olar, Qətəri, Maldivi. Qiymətlər 2000 manatdan başlayaraq 10-15 min manata kimi dəyişə bilər. Lakin qiymətlər tətil günləri yaxınlaşdıqca daha da bahalaşa bilər. Mütəxəssislər tövsiyə edirlər ki, tətili planlaşdırmağın ən sərfəli üsulu ilk növbədə erkən rezervasiyalardır. Əvvəlcədən sifariş edilən bilet və ya bron edilən otellər daha ucuz başa gəlir. Bundan başqa, bu ilki turizm istiqamətlərində də dəyişikliklər var. Yeni ili keçirtməyə gedən turistlərimiz çoxalıb. Daxil olur paketlərə normalda aviabilet, gediş-dönüş, səyahət sığortası, oteldə gecələmə. Ölkələrə görə seçilir paketlərin qiymətləri. Bir ölkədə minimum 3 və ya 4 gecə yeni illə bağlı paketlərin sayında dəyişilir. Yeni il tur paketlərini sifariş edərkən aldanmamaq üçün daha etibarlı turizm şirkətlərinə müraciət etməyiniz tövsiyə olunur. Bu, sizi gedəcəyiniz ölkələrdə qarşılaşacağınız problemlərdən də sığortalayar. Asəf Zeynallı, Sabir Şahvələdov, Çinarə Vaqif, Telesəhər.